Quba, tarixi yalnız hökmdarların, sərkərdələrin adı ilə yazılmayan bir şəhər. Bu torpaq həm də adını daşda, divarda, ibadətdə yaşadan xeyriyyətçi, əməksevər, ziyalı, igid xanımların izini qoruyub saxlayır. Quba təkcə təbiətin deyil, həm də xatirələrin şəhəridir. Burada bəzi abidələr var ki, daşdan yox, yaddaşdan tikilir. Bugün sizi həmin abidələrdən birinə, Səkinə xanım məscidinə aparırıq. Tarixi mənbələrə görə məscid Azərbaycanın görkəmli maarifçisi, tarixçisi və mütəfəkkiri Abbasqulu Ağa Bakıxanovun xatirəsini əbəlləşdirmək məqsədi ilə onun həyat yoldaşı Səkinə xanım Bakıxanova tərəfindən şəxsi vəsaiti hesabına tikdirilib. Bəzən bu faktlar rəvayət kimi təqdim olunur. Ancaq Səkinə xanım məscidi ilə bağlı bu məlumat sadəcə söz-söhbət deyil, abidənin öz üzərindəki epiqrafik kitabə bu həqiqəti təsdiqləyir. Kitabədə açıq şəkildə qeyd olunur ki, məscid cənnət məkanlı Hacı Abbasqulu xan Bakıxanovun Səkinə xanım adlı qadın tərəfindən onun vəfatından sonra Hicri 1271-ci ilin Məhərrəm ayında, yəni 1854-cü ilin sentyabrında tamamlanır. Səkinə xanım məscidi Qubanın digər məscidlərindən memarlıq baxımından ciddi şəkildə fərqlənir. Qırmızı kərpicdən tikilmiş bina tilli silindrik forması ilə şərq memarlığının nadir nümunələrindəndir. Günbəzin diametri 4,5 metr, yer səthindən günbəzədək hündürlüyü 9 metr, ümumi hündürlüyü isə 27 metrdir. İçəridə 4 böyük sütun tavanı daşıyır. Qoz ağacından hazırlanmış 8 pilləli minbər isə məscidin daxili estetik dəyərini tamamlayır. –20-ci əsr bu məscid üçün sınaq dövrü oldu. 1930-cu illərdə dinə qarşı aparılan kampaniyalar nəticəsində məscid bağlandı. Mədrəsə və köməkçi binalar söküldü. İbadət məkanı əvvəl ambara, sonra tikiş sexinə çevrildi. Amma bina dağıdılmadı. Sanki zaman özü bu məkanı qorudu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə Səkinə xanım məscidi yenidən ibadətə açıldı. Ərazi abadlaşdırıldı, kommunikasiya xətləri bərpa olundu, dəstəmazxana və köməkçi binalar inşa edildi. 2001-ci ildə isə məscid rəsmi şəkildə ölkə əhəmiyyətli tarixi mədəni abidə statusu aldı. Onu da qeyd edək ki, Səkinə xanım məscidi bugün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix memarlıq abidəsi kimi qorunub saxlanılır. Mərhələli şəkildə bərpa edilib və bugün dini təyinatına uyğun olaraq istifadə olunur. Bəzən bir məscid inşa etmək, dua etmək kimidir. Səkinə xanım bu məscidi tikəndə bəlkə də sadəcə bir iz qoymaq istəmişdi. Amma o iz bugün Qubanın səmasında hələ də görünür.